Bu hadisə 2019-cu ilin aprelin 20-sində baş verib. Asif Həsənovun Möhsün Sənani 65 ünvanındakı evi 2019-cu ildə özləri evdə ola gecə ikən sökülüb. Söküntü işlərini Spark İnşaat şirkəti həyata keçirib. Deyir ki, aprelin 19-dan 20-sinə keçən gecə 15-20 adam evə basqın edərək onlara zor tətbiq edib. Bizə hədə qorxu, təzyiq, nə bilim, təhqirlər. Bizə dedilər ki, bizi zad göndərib. Abdin Fərzəliyev, Nəriman oraya icra hakimiyyəti. Hələ mənim üstümə şəxsən bıçaq çıxartdılar. Bıçaq çıxartdı. Deyir, hələ sevin girən ki, səni öldürmürük. Bizi zorla çıxartdılar, atdılar bayıra. Həmin anda da texnika vasitəsilə evi uçurtdular. Həmin gündən etibarən Asif Həsənov azyaşlı uşaqları ilə kirayələrdə qalır. Asif Həsənov evini tərk etmədiyi üçün Nərimanov rayon məhkəməsi onu məhkəməyə vermişdi. Məhkəmə qərarı illərdir yerinə yetirilmədiyi üçün o prezident administrasiyasına üst tutub. Prezident administrasiyasında onu prezidentin ərazi təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev qəbul edib. Amma 2025-ci ildən etibarən o da Asif Həsənovu qəbul etmir. Qərarda yazılıb ki, əlavə tikililəri müəyyən eləyin, cəmaatla gedin razılaşın. Elə bir ki, məhkəmə bizim xeyrimizə verib də, bir növ götürəndə. Bunlar isə gəldi razılaşmaq əvəzinə gücdən istifadə edədilər, bizi atdılar bari, evdə uçurtdular. Hətta birinci məhkəmədən sonra onları evdən çıxara bilməyəndə ikinci dəfə ailəni məhkəməyə veriblər. Bu dəfə də qərar Həsənovlar ailəsinin xeyrinə verilib. Məhkəmə ikinci dəfə qərar verdi ki, mən qərarı dəyişmirəm, hətta siz kassasiya şikayəti verə bilməzsiniz. Yəni o bizə başa saldı ki, onların ixtiyarı yoxdur sizi qeyri-qanuni evdən atsın bayıra. Ona baxmayaraq bunlar həm ədliyyəni aldadıbdır, onlara 268 nömrəli məktub göndəriblər ki, biz filan vətəndaşları təmin eləmişik. Asif müəllimi də təmin eləmək qarat dururuq. Belə qarat durursunuz. Zeynal Nağdəliyevin kuratoru Asif Həsənovla bir neçə dəfə Nərimanov rayon icra hakimiyyətində görüşüb və ona cəmi 56 kvadratlıq mənzil təklif edib. Ailə isə bununla razılaşmır. Deyirəm ki, 56 kvadrat siz hardan almışsınız? Deyir, hansısa tərəf. Bunu da kim deyir? Kurator deyir. Kurator açıq-açığına şirkəti müdafiə edir. Deyirəm ki, niyə apar vermişsin məhkəməyə? Buna təzyiq eləmiş. Deyir, biz eləyənmərik. Çünki gedər bizdən şikayət edir. Kurator deyir, qardaş səndən nə şikayət edir? Səndən yuxarıdan var. Demək, bunlar maraqlı tərəf olduğuna görə, açıq deməklər, maraqlı tərəf olduğuna görə bunlar bu işin üstünə düşmürlər. Biz də 8 ildə əziyyət çəkirik. Məndə tex pasportda 125-135 kvadrat var. Tex pasportda. Deyir, biz tex pasporta inanmırıq. Bəs məhkəmənin qərarında nə yazılır ki? Get, əlavə tikintilər müəyyən elə. Yəni, ölçümüz reallıqda nə qədər də ver edin cəmaatı. Sizə sizə mani olan yox idi ki, siz özünüz qoçuluq elədiniz, gəldiniz, zor tətbiq elədiniz, bizi atdınız bayra, evdə uçurtdunuz. Sən 56 kvadrat hardan almışsan? Məndə tex pasportda mənim atam düzəltməyib, tex pasportda dövlət sənədidir.